Siz izləyə bilmirsiniz, yoxsa necə? Heç kim izləməyib. Sonradan atdılar, dərs 7. Bu rekordun linkini atdılar, dərs 7 deyə. Onu izlədik. Mən onu izlədim. Sınıflarıydı. Nə orada keçmişdik? Dərs 7-də. Yəni ən son hansı dərsə baxmışdınız? Keçən dərs praktika elədik biraz onu. Dərs 7-nin videosunda onu göstərirdi. Deyəsən, hə, mən dərsə baxdığım yer. Xeyr, onu göstərmirdi. Nəyə göstərirdi bəs? Aqreqat funksiya var. Biz ən son dərs xatırlayıram ki, aqreqat funksiyalardan having falan keçdik. Linkdə keçmişdi. Daha sonra praktik etdik. Hətta bəzilərinizdə qalmışdı və bir-iki tələbədə alınmamışdı. Vaxtımız çatmadı. Dedik ki, bu dərsi onlarla işləyək. Amma ondan əvvəlki dərsimizdə ilkin aqreqat funksiyaları idi. Sum, average və s. keçdik. Ondan əvvəlkində isə case, when, decode həmin dərslər idi. Siz bu sıra ardıcıllığı ilə baxa bilmişsiniz linklərə. Əgər elə deyilsə, yəni biz danışaq, dərslərimizin linki sırayla olsun. Yəni sonra siz yenidən təkrar girib rahat baxa biləsiniz. Tam olaraq sırayla olsa daha yaxşı olar. Biraz qarışıqlıq oldu. Axır vaxtlar Səhv eləmirəmsə, sonuncu dərsimiz praktika idi. Onu da dərs 9 olmalıdır. O da məncə yoxdur. Tamamdır. Əgər siz dərsləri də tapa bilməsəz, yenə də qrupda qeyd edin ki, istəyirəm. Dərsin biri 16 dəqiqəlik yüklənib, 16 dəqiqə. o həmin bilirsiniz hansı dərsdir? Bizdə rekord ola bilməmişdi həmin dərs. Mən keçən qrup üçün, yəni sizdən əvvəlki onlayn qrupumuz üçün təkrar bir rekord dərs keçmişdim. Orada sadəcə dərsin qısa izahatı idi. Yəni sizə həmin məlumatları necə ötürmüşdünüzsə, orada vardı. Yəni əlavə yoxdur. Yəni videonun qısalığına yoxdur, sadəcə videodakı məlumatlara bax. Amma dərslər ardıcıl yüklənsə vaxtında yaxşı olar. Çünki birdən olur ki, tutaq ki, növbəti gün plan olur harasa, hazırlamaq olunur. İstəyirsən ki, bir 3-4 saat sonra yenə təkrar dərsə baxasan, hazırlayasan. Olmayanda qarışır da dərslər bir-birinə. Aramızda yeni tələbələr var. Səhv etmirəmsə sınaq dərsindədirlər. Bəli. Pəri xanım, bəli. Xoş gəlmisiniz. Xoş gördük. Biz artıq SQL-də demək olar ki, 9 dərsi geridə qoyduq. Bugün 10-cu dərsimizdir. Yəni bir ayımızı tamamlamışıq. Müəyyən mövzularda geridə qoymuşuq. Bu günlər yeni bir dərs keçəcəyik. Siz sadəcə baxarsınız, görərsiniz ki, sizə yəni rahat olurmu dinləmək və s. Nəsə sualınız olarsa da verə bilərsiniz. Tamam. Bəs əvvəlki dərslə bağlı nəsə sualınız və s. var? Bir də keçən dərs biz kimlərlə işləyə bilmədik taskları? Xatırlayıram ki, 1-2 tələbə qalmışdı. Fərman bəy, siz Yaman xanım, Fərman istəsiniz. Başqa kim? Mən də göndərdim, mənim də gün aklınız gəlsin. Digərləri ilə hamılar işlədik, düzdür? Bəli, mən də işləmişdim keçən dərs. Mən də işləmişdim. Məryəm xanım, sizlə işləyə bilmişdik? Bir də Fərman bəy səhv etmirəmsə. Deyəsən yox, mənlə də Mən də işləmişdim. işləmişdim.
Mhm. Deməli, Könül xanım, Dəman xanım, Fərman bəy. Səkinə xanımla işləmişdik, xatırlayıram. Zümrə xanımla işləmişdik. Səkinə xanımla. Aysun xanım sizlə işləmişdik. Okey, gəlin başlayaq. Kompüterlə qoşulmusunuz. Mən telefondayım. İlk olaraq sual verək ki, məsələn, biz keçən dərs yeni bir anlayış keçdik aqreqat funksiyalarda. Having. Having'in mənası nə idi? Ver kimidir, ancaq aqreqat olanda havingdən istifadə edirik. Onu biraz da aça bilərsiniz. Aqreqat funksiyalardan Single row functionlarda şərt verəndə where, filtrləmə verəndə. Ancaq aqreqat funksiyalar işlənəndə having. Məsələn, mən deyirəm ki, bizə belə bir task verilib. Tutalım bizdən istəyir ki, departament aidisi 90 olan və departament aidisi 90 olan işçilərin maaşlarının cəmi 5000-dən yuxarı olanları tapsın. Mən burada nələr işlədəcəm? Yəni, fikirlərimiz necə olacaq? Departament ID'si və ilə istifadə olunacaq. Sonra qruplaşdırdıqdan sonra alınan nəticələr əsaslanaraq orada having əməliyyatı yerinə yetirilir. Açıq rəqəmləri unutdum. Yəni Having nə yazacağıq? having neçə maaşı neçədən böyük yadımdan çıxdı rəqəm. 5000. Bəli, 5000-dən böyük olanlar qeyd edəcəyik. Amma qruplaşdıqdan sonra, aqreqat funksiyası yazdıqdan sonra olur. Okey, aqreqat funksiyamızı nə yazacağıq orada? Havingdə nə yazırıq? Having yazırıq, sum, həmin o ümumi maaşların cəminə əsaslanaraq yazırıq, sonra 5000-dən böyük. Əla, çox sağ olun. Məsələn, biz desək ki, ümumilikdə bütün departamentlər üzrə ən böyük maaşla ən kiçik maaşın arasındakı fərqini tapmaq istəsək. Max və min funksiyasının fərqi. maksimumdan istifadə edib onların sonra fərqini tapacaq. Əla. Okay. Mən ekranı paylaşıram sizinlə. Bugün join anlatmasını keçəcəyik. Ümumilikdə join nədir? Join ilə bağlı məlumatı olan var. Bəli, iki Birləşdirmə. table birləşdirir. Hətta joinlərin müxtəlif növləri də olur. Left, right join. Çox sağ olun. İndi biz ətrafında. Bir dənə sual verə bilərəm müəllim. Hı? Aqreqat funksiyalar nul dəyərləri hesablayanda nəzərə alınırlar. Necə demək istəyirsiniz? Yəni nulları hesablamırlar. Məsələn, count. Demək istəyirsiniz? Aha, count. Biz bu mövzular demişdik ki, necə axtarır, necə tapır? Məsələn, biz desək ki, tutalım. Select deyirik, count verdik. Count'un içində biz məsələn, commission percentage yazsam. Bu mənə sizcə hansı dəyərləri sahib verəcək? Biz keçən səfər qeyd eləmişdik.
rəqəm olanları, nolları saymırdı count. Boş olanlar. Bütün oradaki boş olanlar da. Yəni count bizdə ancaq həmin xanalarda hansındakı dəyər var, onları sahib qaytarır. Hı. O da bizdə employees cədvəlində daxil sətrimiz var. Məsələn, mən burada bunun yerinə commission percentage yerinə ulduz qeyd eləsəm, onda mənə nə qaytaracaq? 107. Hamısını sahib qaytaracaq. Necə? Hamısını qaytaracaq. Bütün xanaların sayını. Çünki bütün sətirlərdə sayır. 107 sətr. Normalda bizim employee cədvəlimiz 107. Amma percentage normalda bizdə nul dəyərlər olan, baxın, gəlin normal cədvəlimizə baxaq. Məsələn, commission percentage sütununu çıxarıb tapırıq. Buradadır. Baxın, burada nul dəyərlər var. Nul dəyərlərlə yanaşı həm də rəqəmlər var. Dəyəri olan ədədlər. Baxın, dəyərlər də var. Həm nul var, həm dəyərlər var. Biz əgər select count sırf commission percentage olan sütunu yazsaq, o nul dəyərləri çıxır, yerində dəyəri olan ədədləri qaytarır və o 107 sətirdən 35 sətrin tərkibində rəqəmlər olduğu, yəni nul olmayan dəyərlər olduğu üçün o bizə 35 sətr qaytarır. Amma biz ümumi ulduz yazsaq, ümumi ulduz nə demək ki, bütün cədvəlin məlumatlarını göstərir də. Biz daxil digər sütunların hamısı doludur. Yəni, məsələn, first name-də nul dəyəri yoxdur, last name-də nul dəyəri yoxdur. Onlar da 107 sətirdən ibarət olduğu üçün və o bütün cədvəlin məlumatlarını götürdüyü üçün, ona görə biz count-da ulduz yazsaq, o bütün cədvəlin sətirlərinin sayını bizə qaytarır. Məsələn, biz bura departament ID də yaza bilərik, tutalım, yoxlamaq üçün deyirəm. Departament ID qeyd edirik. Departament ID-ni qeyd edəndə o səhv etmirəmsə bizə 106 qaytarmalıdır. Çünki bizdə departament ID-sində bir dənə nul dəyər var. Gəlin onu da göstərim. Bu departament ID-dir, düzdür? Ən sonda olmalıydı. Bir dənə nul dəyər olmalı. Baxın, arada gördüm. Departament ID-də bir dənə nul dəyər olduğu üçün sırf üst sütundakı nə qədər yəni cədvəldə departament ID yazılıb sətr sayına görə. Burada bir dənə nul dəyər olduğu üçün ki, ümumi saydan bir nul olan dəyəri çıxır və bizə sətr sayını qaytarır. Ona görə 106 göstərir. Amma məsələn, biz istəyirik ki, burada axı təkrarlanan rəqəmlər var. Məsələn, 80-dən burada 2 dənə yazılıb, hələ qalxıq çox yazılıb. Baxın, görün nə qədər 80-ci departament var da. Çünki burada hər departamentin içində fərqli işçilər olduğu üçün sətr sayı avtomatik artır da. Məsələn, marketing departamentində 10 dənə işçi olduğu üçün burada 10 dənə marketing yazılmağı normaldır. Amma biz istəyirik ki, məsəl üçün bunu manual saymayaq, istəyirik ki, bizə unikal departament sayı çıxarsın ki, bir şirkətdə neçə dənə departament ayrılır. Biz onun üçün hansı funksiyanı istifadə edə bilərik? Bəli. Qısa bizə kömək edəcək ki, mən departamenti də sayını tapa bilim. Burada count niyə yazırıq? Məsələn, departament ID yazsaq, distinct yazmasaq, count yazmasaq, distinct yazsaq yalnız, o yenə də bizə ancaq departamentlərin rəqəmlərini çıxardır da. Bu da yenə gedirik, sayırıq. Amma count yazırıq, bizə avtomatik sayı çıxardır. Həm təkrarlanmanın qarşısını alır, həm də ki, bizə avtomatik sayı çıxardır. Yəni, count belə şeylərdə bizə kömək edir. Ona görə, məsəl üçün, biz belə 11 eləyirik, 11-i çıxardır. Aydın oldu? Bəli, çox sağ olun. Siz sağ olun. Başqa nəsə sual var? Yoxdursa, yeni dərsə keçək. Deməli, bizdə yeni anlayış olaraq joinləri keçirik. Join yəni nədir? Join nə zaman istifadə edirik? Tutalım, bizdə məsəl üçün HR sxemasında gördüyümüz kimi, buradan da baxa bilərik ki, HR sxemasında birdən çox cədvəl var. Məsələn, country cədvəli var, departament cədvəli var, employees cədvəli var, HR jobs, jobs history, location, region və s.
Yəni bunlar HR sxemasında yaranan 3, 6, 7 dənə cədvəldir. Bunlar bir-biri ilə necəsə əlaqəlidir. Məsələn, HR countries-də baxırıq ki, country ID, country name, region ID var. Məsələn, mən buradan tuta bilərəm ki, countries cədvəli burdakı sütuna əsasən mənim region cədvəlimlə, HR regions cədvəlimlə hardasa oxşardır və ortaq bir sütun var. Baxın, burada da region ID var. Country cədvəlində region ID var. Mən deməli bu iki cədvəli birləşdirib, yəni join edib, bu iki cədvəldən istifadə edə bilərəm. Necə istifadə edə bilərəm? Tutalım, mən ancaq HR regions cədvəlində region name-i bilirəm, amma ölkənin adını bilmirəm. Yəni regionun adını bilirəm, ölkənin hansı region, hansı ölkənin tərkibindədir, onu bilmirəm. Mənim ölkəmin məlumatları da HR countries cədvəlində. Bax, country name var. Burada da həmin regionun adı yoxdur. Yəni birində ölkənin adı var, birində regionun adı var. Mən axtarıb tapmalıyam ki, hansı region, hansı ölkənin tərkibindədir. Bu da mənə avtomatik belə məntiqi yolla düşündürür ki, mən bu iki cədvəli birləşdirməliyəm. Biz birləşdirmək üçün də join ifadəsindən, yəni join-dən istifadə edirik. Və biz join-i necə istifadə edirik? Gedirik, ortaq sütun tapırıq. Yəni biz iki cədvəli birləşdirmək üçün, onlardan məlumatları almaq üçün 100% ki, hər iki cədvəldə eyni bir sütun olmalıdır ki, onları bir-birinə bərabərləşdirək, ortaq bir sütun tapaq və iki cədvəl birləşsin, istədiyimiz məlumatı alaq. İndi gəlin ətraflı baxaq, bu ümumi anlayış idi. Join-lərin bizdə buyurun. Soruşmaq istəyirdim ki, sadəcə iki cədvəl birləşdirmək mümkündür, yoxsa daha çox da olur? İki cədvəldən çoxunu da birləşdirmək, 3 cədvəli də birləşdirə bilərik. Təşəkkürlər. Deməli, join anlayışı, yəni birləşdirmə mənasına gəlir. Join-in fərqli növləri var. Məsələn, inner join var. Inner join nədir? Inner join o deməkdir ki, məsələn, biz riyaziyyatda çoxluqları bilirik. Çoxluqlar necədir? Məsələn, A və B-nin birləşməsi deyəndə biz A və B-də ortaq olanları götürürdük. Yox, A və B ümumi məlumatlarını götürüb birləşdirirdik də. Yəni, həm A-da olan, həm B-də olan. A ilə B-nin kəsişməsi nə idi? Ortaq olanları yalnız götürdü. Məsələn, gəlin indi bir dənə şəkildə izah edək. Sizə bir dənə şəkil açın baxaq. Bakın. Benim kalmışım. Yok. Deməli, şəkilə baxaq. Burada join-lərin növünü görürük. Left join var, right join var, full join var və inner join. Deməli, bizdə join-lərin əsas 4 növü var. Əlavə join-lər də var, onları deyəcəm. Əsas anlayışlar bunlardır. Join-lər dedikdə ağla gələn növlər bunlardır. Deməli, mənim ilk dediyim inner join, hansı ki, məsəl üçün deyirik ki, A çoxluğu və B çoxluğumuz var. A ilə B-nin kəsişməsini biz necə götürürük? Buradakı göy rəng, yəni həm A-da olub, həm də B-də olan oxşarları götürürdük. Bu bizdə inner join adlanır. Yəni, iki çoxluğun kəsişməsi, oxşar olan, ortaq olanlarını götürməyimiz inner joindir. Və mən mən səhvən qeyd etdim ki, A ilə B-nin birləşməsində nə edirik? Həm A-da olan, həm B-də olan, həm ortaq, həm fərqli bütün məlumatları bir-birinə birləşdiririk. O isə bizdə full join adlanır. Yəni, burada gözlənir bütün göy rəng, bütün iki dairənin birləşməsi də bizdə full joindir. Yəni, həm bu dairədə, həm də bu dairədə olan bütün məlumatları biz əldə edə bilərik. Left join necədir? Left join həm hər iki çoxluğun ortağını götürür və hansı
join-ə əsasən. Məsələn, left deyiriksə, soldakı çoxluğu götürürük. Right deyirsə, sağdakı çoxluğu götürürük. Yəni ki, left deyəndə bütün soldakı dairənin hamısı götürülür və bu ortada həm də sağdakı çoxluğa aiddir axı. Right join dedikdə də ancaq sağdakı çoxluğu götürürük və oxşarlar çıxır. Yəni bu şəkil bizə biraz daha kömək eləyir ki, left join dedikdə biz hansı anlayışı götürəcəyik, right join dedikdə hansı anlayışı, inner join hansı anlayış, full join də hansı anlayış. Bu qədər sual var. Eğer left table ve right table, left join ve right join tek bir cədvəldəki məlumatı çıxarsa nəyə yarayır yəni? Əslində demək olar ki, left join və right join eyni məntiqə əsaslanır və ən çox istifadə olunan left join-dir. Yəni çünki məsələn burada employee cədvəli var, burada department cədvəli var. Yəni mən əgər employees-dəki bütün məlumatları istəyirəmsə, yəni employees yazıb left join yazaraq, employees cədvəlindəki bütün məlumatlar çıxar və yaxud da ki, əksinə bura departamenti, bura employees-i yenə eyni şey yazıb left-də yaza bilərəm. Və yaxud da ki, yəni right da ona kömək eləyir ki, sən cədvəlin adını dəyişmə, yəni yerlərini dəyişmə də. Employees buradadır, departament buradadır, amma sənin bütün departament məlumatlar lazımdır. Ona right join yaz. Əslində ikisi də eyni məntiqdir, sadəcə güzgü əksidir. Onlar artıq sizin istifadə seçiminizdən asılıdır. Sualım buydu ki, deyək ki, left side department olsun, digər tərəfdə employee olsun, right. Əgər biz təkcə select ulduz from yazırız department ID, niyə left yaxud right join-dən istifadə edək? Hə, ona demək istəyirəm ki, məsələn, left join istifadə etməliyik. Tutalım, taskda bizə deyir ki, left join istifadə elə. Və şərti elə qoyur ki, biz başa düşürük ki, departament cədvəli əsas cədvəldir. Əgər departament cədvəli əsas cədvəldir və biz left join istifadə edirsə, deməli, departament cədvəli birinci yazılmalıdır, solda durmalıdır. Çünki onun bütün məlumatlarını görməliyik. Employees-dən sadəcə bizə ortaq olanlar lazımdır. Və yaxud da ki, əksinə. Departament buradadır, employees də buradadır. Və mənə şərt qoyur ki, mən başa düşürəm ki, mənim əsas cədvəlim employees-dir və mən bu zaman right join istifadə etməliyəm. Yəni cədvəllərin adını dəyişmirəmsə, birinci yazaq departament cədvəli, sonra right join yazırıq və employees cədvəlinin adını yazırıq. Və SQL başa düşür ki, mənim əsas cədvəlim employees cədvəlidir. Yəni mən onun bütün məlumatlarını istifadə etməliyəm. Sadəcə departamentdən mənə lazım olanları götürməliyəm, hansı ki, buradakı göy hissə. Aha, teşekkürler. Şimdi keçək bakalım. Məsələn, bizim HR employee cədvəlimiz var, hansı ki biz bütün dərslərdə bununla tanışıq. Bu sütunların və s. var. Departament cədvəli ilə məntiqlə olaraq harda eyni ola bilər? Hansı sütun eyni ola bilər sizcə? Departament ID sütunu ola bilər, düzdür? Yəni, baxırıq ki, mən employee cədvəlindən tanış olaram ki, bu sütunlar var. Sonra gəlirəm, baxıram ki, departament cədvəlində hansı sütunlar var. Yenə cədvəlimlə tanış olaram. Baxıram ki, departament ID var, departament name var, manager ID var, location ID var. Baxıram ki, hər iki cədvəlimdə ortaq sütun departament ID-dir. Deməli, mən bu iki cədvəli birləşdirə bilərəm. Niyə? Çünki hər ikisində eyni ortaq olan bir sütun var. Bunun qərarını aldıqdan sonra mən gəlib hər iki cədvəli join edə bilərəm. Mən məsəl üçün taskımda deyilir ki, get departament ID-si 90 olan departamentin adını tap. Məsələn, mən bunu ancaq employees cədvəlində edə bilmərəm. Çünki mən gedirəm employees cədvəlində departament ID-si 90 olan yeri tapıram. Amma mən burada departament neyini tapa bilmirəm, çünki elə bir sütunum yoxdur. Mən görə bilmirəm ki, ID-si 90 olan departamentin adı nədir? Və bu departament cədvəlində var. Departament cədvəlində əslində, məsələn, 90 olanın adını görə bilərik. Baxın, 90 olanın adını görə bilərik, executive. Amma deyə bilərsiniz ki, mən bunu ancaq departament cədvəlində tapa bilərəm, amma sizə şərt qoya bilər ki, tutalım. Filankəs departament ID-si 90 olan
yerdə işləyir. Sənə də lazımdır həmin departamentin adı və həmin yerdə işləyən işçi. Sizə belə bir task verilə bilər. Yəni hər üç məlumat eyni cədvəldə olmadığı üçün siz iki cədvəldən istifadə edərək onu join edirsiniz və bütün məlumatlar çıxır. Məsələn, join eləyəndə biz nə edirik? Yazırıq select. Bu aliasları bilirik də. Məsələn, bu həm biz deyirdik ki, bu kiçik aliaslar məsəl üçün Y nöqtə, baxın, employee cədvəlinə verilən aliasdır, hansı ki onu kiçik bir həmin cədvəlin baş hərfi ilə əvəz eləmişik. Məsəl üçün burada departament də D aliası ilə əvəz eləmişik. Bunun səbəbi nədir? Məsəl üçün joinlər də ən çox bizə kömək edir. Məsəl üçün buradakı yer mənə kömək edir ki, mən burada yazdığım select-də, məsələn, first name-i employee cədvəlindən götürdüm. Department name-i departament cədvəlindən götürdüm. Hardan bilirəm? Baxın, buradakı D-dən bilirəm ki, mən buradakı D aliasını departament hissəsində əvəz edir. Sonra departament ID-ni yenə employee cədvəlindən götürürəm. Deməli, mən select-də birinci select ilə from arasında hansı sütunları görmək istəyirəmsə onu yazıram. Yazdım Y.first name, D.department name, Y.department ID. From HR employees, bu bizim bildiyimiz strukturdur. Yazdıq Y. Sonra yazırıq inner join. Inner join yazmamızın səbəbi biz ortaqları tapmaq istəyirik də. Yəni ki, bu ortaq sütuna əsasən bizə lazım olan məlumatlar tutmaq istəyirik. Buna görə biz inner join yazırıq. Biz bura inner yazmasaq belə, SQL başa düşəcək ki, biz inner join-dən istifadə edirik. Yəni, join də yazsaq, yalnız default olaraq SQL başa düşür ki, biz burada inner join-dən istifadə edirik. Yəni, inner sözünü yaza da bilərik, yazmaya da bilərik. Inner join yazdıq, məsələn. Sonra yazırıq ikinci cədvəlimizi, HR department, sonra aliasını veririk. Daha sonra 10 hissəciyi yazırıq. 10 hissəciyi də bizə nə üçün lazımdır? 10 hissəciyi veririk ki, hər iki cədvəldə də ortaq sütunu bir-birinə bərabərləşdirir. Baxın, birinə yazmışıq Y.department ID bərabərdir C.department ID. Yəni, bu deməkdir ki, bu department ID employee cədvəlindən gəlib. Bu departament ID mənim departament cədvəlimdən gəlib. Bunu hardan bilirəm? Aliaslarına görə bilirəm. Yəni, bunu run eləyə baxaq. Mənə nə verir? Baxın, select-də burada çıxan sütunların səbəbi mənim select-də görmək istədiklərimdir. Bax, select-də mən first name yazdım, first name çıxıb. Department name yazmışam, department name çıxıb. Department ID yazdım, department ID çıxıb. Və mən baxıram. Jennifer 10-cu departamentdə həmin departamentin adı da administration, məsələn. Mən artıq bu üç məlumatı görürəm. Görürəm ki, hansı işçi, hansı departamentdə, hansı nömrəli departamentdə işləyir. Burada məntiq başa düşüldü. Yəni, niyə biz cədvəl birləşdirdik və nəticədə nəyi gördük? Sual varsa verə bilərsin. Hələ ki yoxdur. Əla, başqalarında var. Leyla xanım, biz Hı hı. departamentlərdən, məsələn, departamentin əvvəl D, Y qoyuruq, alias veririk də. Bu Aha. alias ad dəyişilmir aşağı sütunda, first name-dən, department name-dən sonra. Yox, çünki biz aliası cədvələ vermişik, sütununa verməmişik. Hə, başa düşdüm. Hə, bizim Y nöqtə yazmamızın səbəbi də hansı cədvəldən gəldiyidir bu sütunun. Hə, Çünki bizim departament ID-miz hər iki cədvəldə var və biz onu bərabərləşdirəndə bilməliyik ki, hansı cədvəldəki nə ilə birləşdirmişik. buradakı Y employee cədvəlidir, elə bil. Bəli. D-də departamentdir. Aydındır. Təşəkkür edirəm. Məsələn, biz bura Y yazmaya bilərik. Təbii ki, hər kəsin öz seçimidir. Əgər biz bura Y yazmasaq, buradakı artıq cədvəlin öz adını yazmalıyıq. Employees yazmalıyıq avtomatik. Ki, başa düşək ki, bu employee cədvəlindən gəlib. Sadəcə bizim Y yazmamızın köməyi biraz da sintaksisi asanlaşdırmaqdır ki, okey, həm qısa olsun, həm də rahat olsun, göz yorucu olmasın. Məsələn, mən bura employees.first name yazsam, department name yazsam, o biraz daha göz qarışdırıcı olur. Okey. Başqa belə deyə bilərik ki, baxın elə burada alias vermədən də məsələn, baxın o yazacaq HR.employee
employees. Bu elə bir ki, bizim Y-dir. Y.department ID yazırıq. Amma burada alias verməmişik. Yazmışıq ki, HR.employees. Sonra department ID bərabərdir HR departments. Bu da D-ni əvəz edir əslində. Görürsünüz, burada biraz sintaksi yox. Gözümüzü yorub daha çox ki, kodu biraz daha aydın, diqqətlə baxmalıyıq. Amma Y-də bizə daha asan görürük ki, okey, bu employee-dən gəlir, bu departamentdən gəlir. Daha sonra, məsələn, biz şərt verirdik də, yəni normal querylərdə şərt veririk, bunu joinlərdə də edə bilərik. Məsələn, demək istəyirik ki, soyadında A hərfi olmayan adları çıxartsın, hər iki cədvəldən birləşdirərək, departament nəyə görə və s. Yazmışıq select, burada da ulduz yaza bilərik, istəyir ki, bütün məlumatlar çıxsın. Hətta gəlin birinci bunu comment alaq, birinci baxaq, bütün məlumatlar necə çıxır. Yazdıq select, ulduz from, HR employees Y yazdıq. Daha sonra join. Bu joinimiz nədir? Hansı növdür? İnner. Bəli. Inner join, HR departments D. Bizdə burada 10 nəyə kömək eləyir? 10 yəni hər ikisində ortaq olanı Bəli. birləşdirir, bərabərləşdirir daha doğrusu. Bəli, yəni biz all yazırıq və hər iki cədvəldə ortaq sütunu bir-birinə bərabərləşdiririk. Gəlin baxaq görə biz nəticədə nə alırıq? Nəticədə həm employees-də olan cədvəldə sütunlar çıxır. Baxın, employee, first name, last name, email bu employees-də olanlardır. Daha sonra əlavə olaraq baxın, departament ID çıxır və görürsünüz 2 dənə departament ID var. Çünki buradakı departament ID-yə qədər daxil olmaqla, bax bu sütun daxil olmaqla, buradan bu tərəfə employees-dir. Bu və location ID daxil olmaqla departamentin sütunlarıdır. Və birləşdi, bütün məlumatlar çıxdı. Yəni, hər iki cədvəlin bütün sütunlarını biz bir cədvəldə görə bilərik. Employees bizə bunu kömək edir. Yəni, heç bir şərt vermədən ulduz yazırıq və ortaq sütunları bir-birinə bərabərləşdiririk və hər iki sütunun nəticələrini görə bilirik. Sonra, məsəl üçün, Müəllimə, Aha. 10 nəyə görə birləşdirirdik, onu göstərirdi də, düzdür? Yəni, ondan sonra siz departament ID yazmışsınız, ona görə birləşdirir, elə? Bəli, yəni ki, bu departament ID hər iki cədvəldə ortaq sütun olur. Onu da bizə o hissəcəkdir ki, yəni onu göstərir ki, buradakı iki sütun ortaqdır və onlar bərabərləşəndən sonra bu iki cədvəl birləşə bilər. Onu göstərir. Daha sonra comment deməli çıxardaq. Məsələn, o indi bizdə bütün full məlumatları çıxartdı hər iki cədvəldə olan. Sonra biz iki join-ı elədik. Bu elə bir ki, sadə bir query-də, yəni select ulduz from HR employees kimi bir şeydir. Daha sonra biz necə cədvəlin adından sonra şərt verə bilirik? Burada da yazırıq. Where şərtimiz də budur ki, məsələn, soyadında A hərfi olmayan soyadları bizə çıxartsın. Gəlirik, biz bunu run eləyirik, baxırıq. Hal olduğu kimi də çıxıb. Məsələn, burada Alexander çıxıb. Niyə çıxıb Alexander? Məsəl üçün demişik ki, A olmasın da tərkibində. Last name-də demişik. Soyadında demişlik olmasın. Kiçik hərflə lower aşağı balaca hərflə yazılmalı. Alexander burada yazıldı, last name-də yazıldı. Onda niyə çıxacaq? Çünki böyük Eğer və biz kiçik vermişik. A hərfi. Yerin lover yazıb vermiş yəni görə. Əla. Baxın, elə last name yox olur ki, heç birində A yoxdur. Yəni, tərkibində A olan A çıxmır. Dernavan deyiləs. İşte xanım. Necə? Okey, daha sonra, məsələn, biz bu şərtləri Açıldı səs ona görə üzülürsən. deməli, məsəl üçün, burada şərt veririk. Deyirik ki, departament ID-si 10 ilə 60 olan və adında A hərfi olmayan bütün dataları bizə çıxartsın. Yenə də biz join-i olduğu kimi yazırıq. Select, ulduz, from HR employees, Y aliası veririk, join eləyirik. Departament oxşarlıqları birləşdirdik. Daha sonra şərt veririk. Departament ID-si 10 ilə 60 olan between 10 and 60-ı qeyd edirik. Sonra yenidən and yazırıq. Çünki hər iki şərti ödəsin deyə.
Sonra soyadları kiçildirik, lower eləyirik və deyirik ki, tərkibində A olanlar çıxmasın. Yəni ümumiyyətlə heç A olanlar çıxmasın. Gəlin buna baxaq. Peki departament. Departament. V-dən sonra D.Department ID yazılmalı idi məncə. Evet. Sonra evet. Yəni aliasın buradakı rolunu elə bu yerdən də gördük. Məsələn, departament ID-yə baxırıq ki, 10 ilə 60 olanlar arasından çıxartsınlar bizə. Hasan 30, 30, 50, 60. 60-ın özü də daxil. Axı bizim normalda departament ID-si 20 var, nə bilim 80 var və s. Yəni 60-dan yuxarılar görünmür. Burada məsəl üçün 20 də görünmür və yaxud da ki, onun özü də görünmür. Və sizcə niyə? Bir dənə query-yə baxaq. Səbəbini öyrənək görə niyə? İkinci şərtimizə görə O olanları demişik. Bəli, tərkibində A olmağına demiş. Daha sonra ikinci join növümüz outer'dır. Outer yəni left join var, right join var və full join var. Yəni left outer join, right outer join, full outer join kimi gedir. Amma biz onu left join kimi, right join kimi, full join kimi də yaza bilirik. Məsələn, bayaqları qeyd elədik ki, tutalım left join və right join yəni niyə istifadə edirik də? Məsələn, yazırıq ki, select ulduz from HR employees qeyd etmişik. Burada yazırıq left join. Artıq məsəl üçün bayaqları inner join-da join yazsaq kifayət edirdi. Amma left və right da 100% yazmalıyıq ki, left, right hansı nədir də? O aydınlaşsın. Məsələn, deməli left join-dan istifadə eləsək, bizim baxın, left-in mənası odur ki, tutalım bu birinci tərəfdir. Bu join yazıldı. Bu isə departament ikinci tərəfdir. Yəni birinci tərəfimiz sanki düşünün solda dayanıb, left join ortada, daha sonra HR department sağ hissəmizdir. Deməli biz əgər left join yazırıqsa, bizim əsas cədvəlimiz employees cədvəli olur. Yəni biz employees-in bütün məlumatlarını götürürük. Departament isə bizə lazım olan hissələrini götürürük. Və deyirik ki, HR department ID bir-birinə bərabər olsun. Məsələn, gəlin bunu run eləyə baxaq. Employees-in bütün məlumatları görünür, departamentin bütün məlumatları görünür. Birinci bizə lazım olan employees-in öz məlumatları, daha sonra departamentin məlumatları. Yəni birinci əsas cədvəlimiz employees cədvəlidir. Hətta gəlin indi bunun əksini yox. İndi məsəl üçün select ulduz from HR departments left join. Yəni indi soldakı cədvəlimiz departamentdir, yəni əsas cədvəlimiz. Daha sonra employees cədvəlimizi yazmışıq. Gəlin buradakı fərqə baxaq. Baxın, indi birinci departamentin sütunları çıxdı. Bura qədər departament cədvəlindir. Daha sonra employees cədvəlinin bütün məlumatları çıxır. Fikir verdinizsə. Yəni left join, right join odur ki, sizin yazdığınız sıraya görə hansı cədvəli əsas götürməyindən bağlıdır. Aydın oldu? Məsələn, bir də full join var. Full join-də odur ki, yenə də iki cədvəlin bütün məlumatlarını seçmədən birləşdirir. Yenə də biz burada həm employee cədvəlini görəcəyik, həm də departament cədvəlini görəcəyik, bütün məlumatlarını. Yəni, heç birini filtr eləmədim. Full join zaten hər iki çoxluğun birləşməyi deməkdir. Right join-də onun əksidir. Məsələn, biz burada həm select ulduz from HR employees qeyd eləmişiksə, employees qeyd elədik. Məsələn, burada da HR department elədik. Məsələn, burada left join yazılıb, düzdür? Biz bayaqlarda baxdıq ki, employees cədvəlini əsas götürür. Məsələn, birinci employees cədvəli çıxır. Bir də burada right join yazılıb, amma cədvəllərin yeri dəyişməyib də, düzdür? Cədvəllər olduğu kimi qalır. Yəni, adları, sırası olduğu kimi qalır, amma join-in növü dəyişir. Join-in növü dəyişdikdə isə, baxın,
Birinci department gələcək. Neyse oldu bir dakika. Aslında birinci departament gelmeliydi. Peki. Anlayayım. Hangisi employees göster? Ama buralara bizdə əksini göstərmişdim. Məsələn, cədvəlin adını dəyişdikdə. Yəqin heç bir şərt verməmişik, ona görə belədir. Amma məntiq belə getməliydi. Yəni bir dənə şərt üzərində işləyək, məsələn. Bizdə burada biraz qarışıqdır, bir dənə baxın. Məsələn, burada artıq bu birdən çox sətirdən istifadə olunmuş query'dir. Burada nədən istifadə olunur? Məsələn, deyir ki, select. Məsəl üçün, bu kodu mənlə kim oxuya bilər? Əslində, indiyə qədər keçdiklərimiz kim oxumaq istəyir? Yəni, hazır bir query'dir. Sadəcə bunu anlamaq lazımdır. Oxuyub bizim, yəni bunu sözbəsöz demək lazımdır. Yəni, biz task'ı veririk sözlə onu koda çeviririk. İndi kodu sözə çevirmək lazımdır. Buyurun. Tamam. First name ilə last name'i concat funksiyası ilə birləşdiririk. Full name aliası veririk. Concat funksiyamız nə idi? Birləşdirirdi. Yəni, birləşdirib nə edirdi? Bir sütunda yazırdı. Elə o. Onda full name sütununda yazır. Sonra department cədvəlindən department name'i, jobs cədvəlindən job title'ı seçir. Bir employees cədvəlindən salary'nin sayını tapır. Sonra HR employees join HR departments D. Sonra employees'lə departments'i join eləyir. Inner join'dir bu. Department ID'yə görə də bərabərləşdirir, sonra join eləyir. Join HR jobs, job ID. Daha sonra da onu deyəsən HR jobs'la join eləyir. HR jobs'u hansı cədvəldən birləşdirir? Birinci bu birləşdirdiyimiz cədvəl, ikisini birləşdirib alındığımız cədvəllə. Əla. Bəs o job ID-ni hansı cədvəldən götürür? Job ID-ni jobs cədvəli ilə employees-dəkini bərabərləşdirir. Hardan bildiniz onu bəs? Burada alias vermişik də. Bəli. C.job ID və E.job ID. Bəli. Daha sonra bir by var. Group by eləyir, first name-lə last name-i yenə concat funksiyası ilə birləşdirib sonra group by eləyir deyəsən. Biraz daha detallı baxın, group by-ın orada məqsədi var ki, niyə istifadə olunur? By, first name. Bizim orada count funksiyamız var. Count funksiyamız hansı funksiya növümüzə aid idi? Agregat. Biz də demişdik ki, aqreqat funksiyalarda group by nə zaman istifadə olunur? Hansısa bir şeyə qruplaşdırmaq istəyəndə. Məsələn, burada aqreqat funksiyadan istifadə olunur, amma digərləri heç bir funksiya əsasən olunmur da, yəni heç bir aqreqat funksiyaları yoxdur. Ona görə biz qrup demişdik ki, yəni belə daha başa düşülən dildə group by nə zaman istifadə olunur? Yəni birdən çox sütun adı var və onların heç birində funksiya əsasən olunmursa,
Deməli, biz group by eləyirdik. Həmin funksiya istifadə etmədiyimiz sütunları yazırdıq, qruplaşdırırdıq ki, bu bizə error verməsin. Çünki məsələn, mən bunu run eləsəm, əslində sintaksis səhvim yoxdur, yəni məntiq eynidir. Amma o bizə error verəcək. Niyə? Çünki it's a single group function. Yəni sən qruplaşdırma funksiyasından, yəni aqreqat funksiyadan istifadə edirəmsən, amma qruplaşdırmamısan. Python nə eləyir ki, o erroru aradan qaldırsın. Aydın oldu? Bəli. İndi bizdə, məsələn, siz çox sağ olun, izah elədiniz, hansı funksiyalardan istifadə olunur və s. İndi mənə taskı bir cümlə olaraq deyə bilərsiniz ki, bu query'də bizdən nə istəyir? Query'də bizdən işçilərin ad soyadını, department və job ID-lərini istəyir. Bir də orada maaş var. Maaşı necə Bir istəyir? də maaşların da sayını istəyir. Bəzi nəticəyə də baxır ki, məsələn, Jennifer Whalen, məsələn, bu normalda first name və last name ayrı sütundur. Konkatla biz onu bir sütuna gətirdik. Və gelirik, məsəl üçün, Jennifer Whalen administration departamentində işləyir. Bunun job title-ı, yəni, məsəl üçün, müqavilədə vəzifəsinin adı administration assistant gedir və maaşının sayı bilirdir. Yəni, o öz bir dənə vəzifəyə görə bir maaş. Məsəl üçün, Sonra da yazsaq da daha yaxşı olar. Necə? Count'un yerinə sum da yazsaq da, yəni o ümumi maaşı göstərəcəkdir. Əlbəttə, sum əslində bir adamın maaşının cəmi ola bilər, sum da ola bilər, average də ola bilər. Baxırdım. Yəni, siz tutalım, bu sizə nə vaxt lazım ola bilər? Siz HR analitiksiz və yaxud da ki, siz auditsiz, getmişsiniz bir şirkəti yoxlamağa ki, məsəl üçün, hansı departamentdə nə qədər işçi var, onların, məsəl üçün, şirkətdəki olan sənədlərlə, işçilərin sənədləri üst-üstə düşürmü, maaşları eynidirmi və s. və axır. Bu kimi hallarda sizə belə tasklar çox önəmlidir. Yəni, burada artıq biz 3 cədvəli bir-birinə birləşdirdik. Birinci getdi, info ilə departament ID-ni birləşdirdik, ortaq sütun tapdıq. Daha sonra bu 2 dənə birləşdirdiyimiz cədvəlin ortaq sütunu olaraq job ID ilə birləşdirdik. Daha sonra bizə lazım olan şərt və yaxud ki, qrupa istifadə elədik. Yəni, query'mizin bu qədər uzun olduğuna baxmırıq. İndiyə qədər keçdiyimiz funksiyalar və s. eyni məntiqdir. Bu qədər sual var. Bunun daha qısa variantı da var. Məsələn, join və s. yazmırıq, belə yaza bilərik. Tutalım. Məsələn, biz deyirik ki, select ulduz from HR employees yazırıq. Sonra inner join qeyd edirik. HR departments və hansı sütuna görə birləşdirməyimiz. Biz bunu belə də yaza bilərik. Select ulduz from HR employees aliasımızı verdik. Vergül yazdıq. Elə bil ki, biz bura join yazmırıq. Vergül yazırıq və ikinci cədvəlimizin adını yazırıq. Yəni, bu birinci cədvəl bizim strukturumuzdur ümumilikdə. Daha sonra biz ona join yazıb, ikinci sütunu yazıb, yəni ikinci cədvəl yazırıq. İndi bura join yazmırıq, vergül qoyuruq. İkinci cədvəlimizi yazırıq. Daha sonra şərt veririk. Elə bil ki, 10 əvəzinə where yazırıq. Elə ki, onun yerinə where yazırıq və hansı sütunlara bərabərləşdiririksə, onu yazırıq. Okey, bu da qısa variantdır. Bir növ. Yenə də baxın. İkisini də birləşdirir. Həm employee, həm də ki, departament cədvəlinin oxşar sütun, yəni ümumi sütunların hamısı orada var. Sadəcə, mənə elə gəlir ki, bu daha anlayışlı, yəni daha rahat sintaksisdir, nəinki bu. Sadəcə belə bir variant da var, onu görəsiniz də qeyd eləmişik. Ondan sonra biz onu, məsəl üçün, digər ikinci bir sətirdə görürsünüz ki, məsələn, select ulduz from HR employees kimi qeyd olunub və ikinci cədvəl adı yenə yazılıb. HR nöqtə. Daha sonra şərt verilir və HR department ID-nin yanına plus işarəsi qoyulur. O deməkdir ki, artıq yəni left join, məsəl üçün, bu onu göstərir ki, məsəl üçün, bu left join-də, yəni inner join deyil.
Yəni məlumatlar soldan birləşsin. Əsas cədvəliniz employeesdir. Və digər tərəfdən plus işarəsi qoyulubsa, bu da right join mənasına gəlir. Amma məsəl üçün deyə bilərsiniz ki, full join necə qeyd edilir? Hər iki tərəfdən plus. Artıq elə olmur. Yəni onu qəbul edəmir. Yəni bizim bir ifadəmiz var, union ifadəsidir. Bunu gələcək dərslərimizə keçəcəyik. Sadəcə indi bu məntiqə əsasən deyim ki, məsələn, sonra biz full join yazmırıq. Biz onu belə yaza bilərik ki, bu left join məntiqi ilə, yəni həmin cədvəlin adı şərt verdi, departament ID qeyd edən, yəni ki, bu where-in əvəzinə biz normal sintaksisdə 10 yazırdıq. 10 Y departament ID bərabər D departament ID. Burada sintaksə görə where yazırıq. Həmin ortaq sütunları birləşdiririk. Burada hansı ki sütunun yanına plus yazmışsa, o demək ki, ya left join-dir, ya right join. İndi bu left join-dir. Union bizə kömək edir ki, birləşdir, yəni topla. Elə bir ki, left join-la right join-i toplayanda bizə elə zaten bütün cədvəli verir də. Yəni həm bu cədvəlin məlumatı, həm də bu cədvəlin məlumatı. O bizə artıq birləşdirməyə kömək eləyir. Bu məntiqdən gəlir çıxır. Bu da bizə olur full join. Buna qədər sual var. Mənim bir sualım olacaqdı. Bu ikincisi mənə daha rahat gəldi. Nəyə görə deyim? Burada biz select-dən sonra həmişə from hardan götürdüyümüzü cədvəli yazırdıq da. Məsəl üçün HR employees yazırıq. Vergül qoymusunuz, məsəl üçün HR department. Amma yuxarıda bir dənə məsəl üçün from-dan sonra HR employees yazırsınız. Departmenti elə aşağıda qeyd edirsiniz, amma from içərisində yazmırsınız. O biraz mənə qaranlıq qaldı. Yəni tam olaraq anlamadım. From-u harda qeyd edirəm onu Select-dən sonra biz həmişə yazırıq ulduz from HR employees. Bu aşağı bu hissədə qeyd etmisiniz. Amma digər o join-i yazdığımız hissədə sadəcə from-dan sonra HR employees olur. Baxın, yuxarıda bunu demək istəyirəm. From HR employees yazmışıq, sonra inner join yazıb HR departmenti. Bəli, burada artıq bu join-in burada yazmağımızın məqsədi hansı join növündən istifadə eləməyimizdir. Yəni daha aydın görünür də sözlə yazmaq. From yəni hər ikisinə aid olur onda. Həm HR departamentsə, həm də HR employeesə. O zaten burada da var, burada da var. Eyni struktur. O heç dəyişmir axı. Alt-alta yazmışsınız deyə biraz qaranlıq qaldı. Hə, tamam anladım, başa düşdüm. Yəni bizdə dəyişən sadəcə burada join sözlə yazılmalıdır. Burada isə vergül qoyub ikinci cədvəlin yazılmalıdır. Yəni fərq budur. Burada 10 yazılır, burada where yazılır. Amma demək olar ki, struktur eynidir. Baxın, aliasla yenə bərabərləşdirilmişik, yenə aliasla ortaq üstünü bərabərləşdirilmişik. Eynidir. Sadəcə burada bəzi bir-iki dənə inner join sözüdür, on sözüdür, burada yoxdur. Ona görə daha qısa görünür. Aydındır, çox sağ olun. Sadəcə mən qarışdırdım, aşağıda olduğuna görə biraz qarışdım. Aydındır. Bu dərslə bağlı başqa nəsə sualınız var? Deməli, joinimizin neçə növü oldu? 4. Aha, Left, right, full. inner join nədir? Hər iki cədvəldə uyğun olanları bir. Könül xanım, bəs left join nədir? İlk cədvəllə görə birləşdirir. Yəni ilk cədvəldə olanları götürür. Yəni əsasən soldakı cədvəlimiz əsas cədvəl. Soldakı cədvələ görə. Right də onun əksidir, əksidir. Full join nədir? Hər iki cədvəli bütövlükdə götürdü. Hər ikisini. Birləşməsi. Əla. Belə. Sizin nəsə başqa sualınız var? Çox sağ olun. Bugünlük dərsimiz bu qədər. Biraz istirahət edin, daha sonra ikinci dərsə qoyular. Sağ olun. Çox sağ olun. Sağ olun.
Başlayan statika dərsi də eyni bu linkdə olacaq. Ümumiyyətlə bütün dərslər eyni link üzərindən keçirilir. Sadəcə xatırlatma üçün link yenidən atılır. Tamam, çox sağ olun.